travma, stres, gərginlik, əsəb bugün hər kəsin ən ciddi problemidir. Hal-hazırda tıxazdayam və bu halları yaşayıram. Bu hallar üçün sizə çox gözəl bir metod deyim və bunu eləyin, faydasını görün. İnsan beyni 3 qatdan ibarətdir. 3 beyinli varlıqlar sayılırıq biz. Üst qat prefrontal korteks, orta hissə duyğu mərkəzli beyin və bir də ən ortada, ən kiçik, bütün canlılarla ortaq beynimiz, limbik sistem. Bu belə işləyir. Biz hər hansı bir həyəcan siqnalı zamanı bunlar ardıcıllıqla işləmir. Məhz birinci həyatda qal, təməl beynimiz, hansı ki biz təkamül keçmişik və bütün canlılarla ortaq olan o beynimiz aktivləşir. Amigdala həyəcan siqnalı alan kimi iki yerə gedən qanı özünə çəkir. Bu biri prefrontal korteks, yəni ağıl, məntiq yürüdən hissəyə gedən qanı çəkir, bir də mədəyə gedən qanı özünə çəkir və aktivləşir. Bu çox sürətlə baş verir. Bunu biz necə izah eləyə bilərəm sizə? Bax, təsəvvür edin ki, avtomobili saxlamısınız həyətdə. Binada yaşayırsınız. Avtomobilinizin xəbərdarlıq siqnalı çox həssasdır. Yanından quş uçur, işləyir. Hər bir ani bir tərpənişə reaksiya verir. Və bu bütün qonşuları narahat eləyir. Aydın məsələ. Amma bu sahibini lap çox narahat eləyir. Ona görə ki, maşını görəsən nə olub, oğurladılar, kimdir toxunan və həmçinin o avtomobilin siqnalının qonşuları narahat eləməyi də sahibini narahat eləyir. Bir sözlə onu rahat qoymur. Bu siqnalın səsini biz eşidirik, amma o bizim amigdalanın verdiği siqnalı biz anlamırıq. Onu biz əsəb, hiss, heç nədən səbəbsiz yerə agresiya kimi müşahidə olunur və biz onu bilmirik, səbəbini bilmirik. Və bunların hər biri bizim bədənimizdə qalır. Hər gün tıxacda o qəbul elədiyimiz o negativ enerji, o stres, əsəb qalır bədənimizdə. Gedirik 3 gündən, 1 həftədən sonra başqa bir yerdə özünü biruzə verir və biz onu əlaqələndirə bilmirik ki, bu səbəbi nə oldu, nədən oldu belə. Belə də izah eləmək olar. Bax, bu anda mən gedirəm, tıxacdır hər tərəf, gah dayanıram, gah sürürəm, gah hər tərpənişimdə az qalıram ki, qabaqdakı maşına dəyə bilərəm, qorxu, həyəcan, bu belə işləyir. Bax, elə bir uşağı anası qışqırır üstünə, uşaq qorxur da, başlayır ağlamağa, sonra götürür qucağına, başlayır oxşamağa, əzizləməyə. Bunda uşaqda amigdala başladı işləməyə, təhlükə siqnalı verdi o. Ona sakit ol balam demək, o heç bir təsirləmir. Elə bir ki, yanan evə deyirsən ki, tüstü çıxartma. Necə tüstü çıxartmasın? O yanğını söndürmək lazımdır. O yanğını söndürmək üçün o uşağın beynində yaranan o təhlükə siqnalını dəyişmək, onun canından çıxartmaq lazımdır. Yəni qorxunu çıxartmaq lazımdır. Məhz belə əsəbi, stresli, gərgin hallarda çox faydalı olan bir metod indi deyirəm sizə. Buna lövbərləmə effekti deyirlər. Buna nə üçün lövbərləmə effekti deyirlər, onu izah edeyim. Dənizdə fırtına olan zaman gəmini atır tutur və təhlükə yaranır. Belə anlarda gəmilər lövbərlərini, ağır dəmirləri buraxırlar suya və gözləyirlər fırtınanın ötüb keçməsini. Fırtına ötür keçir, sakitçilik yaranır. Məhz buna görə bunu belə adlandırırlar. Deməli, biraz həmin anda özünü toparlayırsan, əsəbisən, gərginsən, özünü sakitləşdirir. 3 şeyi gör. Divarı, lampanı və fincanı. 3 şeyi duy. Quş səsini, havanın temperaturunu və nəfəs alıb verməni. 3 şeyi hiss et. Yerə möhkəm basılmış ayaqlarını, əynindəki köynəyi
Ovucun içindeki istiliği. Bu üç şeyi hiss et. Ve bunu mütemadi olarak tez-tez eləyirsən və nəticəsini görəcəksən. Bir neçə dəfə məşq eləyəndən sonra bu nəyə faydalı olur? Gərgin, əsəbi olan vaxt bədən, sinir sistemi və amigdala beyin siqnal verir bütün beyinə, təhlükə siqnalı və bütün sinir sistemi həmin anda gərgin rejimdə işləyir. Bu hərəkətlər elə bir ki, bədəndə sabitlik yaradır, şuur qayıdır və bədən və ağıl, şuur harmoniyada işləməyə başlayır. Və bunu bir neçə dəfə belə məşq elədikcə bu səndə vərdişə çevrilir və tədricən artıq belə əsəbi gərgin anlarda əsəbi saxlamır. Bədən buraxırsan, rahatlayırsan. Bu qədər. Uğurlar.